Məktəb dərsləri, ardınca məşğələlər, idman və rəsm saatları. Bəzən şagirdlərin yay tətilləri bu cür gündəlik proqramlarla dolu olur. Uşaqların ən sevdiyi fəsillərdən biri də məhz yay fəslidir. Buna səbəb isə bu fəsildə səbirsizliklə gözlədikləri yay tətilinin başlamasıdır. Lakin bəzi ailələrdə uşaqlar valideynlərinin təzyiqi səbəbindən rahat istirahət edə bilmirlər. Belə ki, bəzi valideynlər yay tətilini repetitor hazırlıqları, şahmat dərsləri və ya digər dərnəklərlə doldurmağa çalışır. Nəticədə uşaqlar üçün bu müddət əyləncəli tətil yox, artıq yükə çevrilir. Məncə ehtiyac yoxdur. Yay tətili istirahət üçün verilir uşaqlara. Yayda istirahət eləməlidir. Uşaqlar həm fiziki, həm də psixoloji cəhətdən onlar istirahət eləməlidir. Yay tətilində onlar biliklə məşğul olanda məktəbə gələndə yorğun vəziyyətdə gəlirlər. Yay tətilində hansısa bir hazırlığa qoyulması onların haqqına girmək deməkdir. İstirahətini yay ərzində keçirmirlərsə, sonra il ərzində bütün ili yorğun olacaqlar. Bu uşaqları ki, yayda qoyurlar, məsələn, müəllim yanına ya bir yerə qoyurlarsa, bu uşaqlar üçün çox ağırdır. Bu yay təhsili nə üçün? Yay istirahəti nə üçün? Uşaqlara da istirahət verilməlidir. Dərsin dərs vaxtı var, istirahətin istirahət vaxtı var. Belə, yəni onlara fasilə verilməlidir ki, dərsə başlayanda yorulmasınlar. Təhsil eksperti Səbuhi Abdullayev deyir ki, müasir valideynlər uşaqlarının yaşıdlarından geri qalmaması üçün onların gündəlik həyatını müxtəlif məşğələlərlə doldurmağa çalışırlar. Valideynlər yay tətili müddətində şagirdləri, övladlarını əlavə kompetensiyaları yerləmək üçün məşğələlərə, müxtəlif dərslərə qoyurlar. Düşünürəm ki, bunlar müəyyən bir səviyyədə lazımdır və eyni zamanda şagirdlərin asılı vaxtlarının səmərəli şəkildə keçirilməsi üçün vacibdir. Ancaq həddindən aşdıqda isə şagird həm yay istirahətində düzgün istirahət edə bilmir, sentyabra daha yaxşı hazırlaşa bilmir. Məktəbə qarşı bir soyuqluq yaranır, bəzən nifrət yaranır ki, biz məktəbdən qurtarmışıq, amma yenə müəyyən bir məşğələlərə gedirik. Təbii ki, bunlar balanslı şəkildə qorunmaq lazımdır, çünki şagirdlərimizin mənəvi psixoloji durumlarını nəzərə almaq lazımdır. Psixoloq Vüsalə Əmraslanova deyir ki, yay tətilinin uşaqların əllərindən alınması onlarda psixoloji yorğunluq yaradır. Tədris ilinin başa çatması və yayın gəlməsi uşaqlar üçün çox sevindiricidir. Onlar yayı əsasən dostları ilə vaxt keçirmək, valideynləri ilə vaxt keçirmək istəyirlər. Təəssüflər olsun ki, valideynlərin belə deyim də tətil vaxtları çox az olduğuna görə onlar ancaq bir ay uşaqlarla keçirdə bilir. Digər ayları isə narahat olurlar ki, evdə tək qalarlar, məşğuliyyətsiz olarlar, telefon asılılığı yaranar. Çox vaxt görürsüz ki, uşaqları əlavə məşğuliyyətlərə, hətta yay məktəblərinə yazırlar. Kurslara getsin, bu kursdan çıxsın, o birisi kursa getsin və yaxud da ki, bütün yay boyu məşğul olsun, dərs oxusun. Bu onlara çox mənfi təsir göstərir və demək olar ki, yorğun halda yaylarını başa vururlar. Mütəxəssislərin fikrincə, valideynlər uşaqlarının boş vaxtlarını səmərəli keçirməsi ilə onların istirahət ehtiyacları arasındakı sağlam balansı qorumalıdırlar. Keyfiyyətli istirahət gələcək tədris ilində şagirdlərin daha motivasiyalı və uğurlu olmasına zəmin yaradan ən vacib amillərdən biridir. Nigar Qəhrəmanlı, Üzeyir Ağayev, Elbrus Kərimli, Xəbər Ertəsi.